Gənclər üçün podkast Qəbələdə. Bugünkü buraxılışımız peşə təhsilinin önəmi haqqındadır. Qonağımız isə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyevdir. Qalib müəllim, xoş gördük. İstərdik ilk öncə özünüzü təqdim edəsiniz. Qalib Nəbiyev kimdir? Çox sağ olun, təşəkkür edirəm. Bugünkü verilişin qonağı olmaq qürur vericidir. Ümumiyyətlə Gənclərin Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti həm ölkə üzrə, məxsusi olaraq da Qəbələ üzrə həqiqətən də bir öndə olan bir fəaliyyətdir. Çünki biz mərkəz olaraq gənclərimizin ilk növbədə Karyera və İnkişaf Mərkəzindən daimi əməkdaşlığına önəm veririk və bu istiqamətdə də bu layihə çərçivəsində bu verilişin qonağı olmaq həqiqətən də çox xoş oldu. İlk olaraq özüm haqqında məlumat verim ki, mən Qalib Təhsimoğlu Nəbiyev, Qəbələ şəhərində anadan olmuşam. İlk orta təhsilimi Qəbələdə davam etdirərək, tam orta təhsilimi Bakıda 5 nömrəli Kimya-Biologiya liseyində başa vurmuşam. Həm tələbəlik vaxtımdan çalışmışam ki, gənclər təşkilatlarından əməkdaşlıq, ümumiyyətlə tələbə elmi cəmiyyəti sahəsində özümüzü göstərməyə çalışan tələbələrdən olmuşuq. Ümumiyyətlə ictimai fəaliyyət, təşəbbüskarlıq məhz tələbəlikdən başlayır əslində. Sonradan artıq mən müəyyən, belə deyək, BMT İnkişaf Proqramının Azərbaycan hökuməti ilə birgə bir layihəsi başladı. Həmən layihə çərçivəsində Qəbələ regional qeyri-hökumət təşkilatlarının resurs və təlim mərkəzi Qəbələdə 12 rayon üzrə regional bir mərkəz açıldı. Bu mərkəzə direktor olaraq təyinat aldım. Müəyyən bir fəaliyyətimdən sonra artıq Azərbaycanda vətəndaş cəmiyyəti inkişafı istiqamətində fəaliyyətlərin bir önəmi olduğunu hiss etdik və bu sahədə biz müxtəlif layihələr həyata keçirmək təşəbbüsü ilə çıxış etdik. Bilirsiniz ki, Qəbələdə, yəni əvvəllər peşə təhsili sahəsində də burada iki müəssisə var idi. Bir turizm otelçi üzrə peşə tədris mərkəzi və peşə məktəbi var idi. Və ölkədə də son dövrlərdə məxsus olaraq peşə təhsilinə marağın artırılması istiqamətində bu sahədə həqiqətən də ehtiyacın olduğunu nəzərə alaraq Cənab Prezidentimizin də birbaşa bu sahəyə diqqətini nəzərə alaraq Elm və Təhsil Naziri yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yarandı və artıq ondan sonra regionda olan fəaliyyət göstərən və yeni infrastrukturu formalaşan peşə təhsil müəssisələri artıq bu istiqamətdə müasir dövrün tələblərinə uyğun qurulmağa başladı. Və 2020-ci ildə artıq mən bu iki peşə təhsil müəssisəsinin birləşdirilərək publik hüquqi şəxs statusu alan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin olundum. Və hal-hazırda da bu mərkəzin direktoru olaraq fəaliyyətimi davam elətdirirəm. Belə deyək, gənclərimizə, ümumiyyətlə peşə təhsilinə üz tutan hər bir vətəndaşımıza qəbul olduğu ixtisasa uyğun olaraq onların mükəmməl tədrisinə, əmək bazarının tələblərinə uyğun formada təhsil almasına imkanlar yaradırıq. Yəni, Qalib Nəbiyev dövlətimizin verdiyi və etimad göstərdiyi bütün sahələrdə öz xidmətini davam etdirməyə çalışan bir sıravi Azərbaycan vətəndaşıdır. Çox gözəl. Qalib müəllim, bugünün gəncləri təhsilə maraq göstərirlər yoxsa diploma? Ümumiyyətlə bir tendensiya formalaşıb ki, xüsusən də valideynlər tərəfindən ki, övladlarının orta təhsilini artıq bitirdikdən sonra onlar hər kəsin ali təhsil müəssisəsinə övladının daxil olmasını arzuluyur. Amma bir reallıq var ki, hər kəs ali təhsil alaraq uğur qazana bilməz. Yəni, bugün belə deyək, artıq orta təhsilini bitirmək üzrə olan gəncimiz, onun bacarıqları müəyyən olunmalıdır. Yəni, bu hansı belə deyək də, marağı var, maraq dairəsi nəyədir, hansı bacarıqları var və ona uyğun artıq hərəkət eləməlidir. Mən düşünürəm ki, əvvəlki dövrlərə nisbətən
nisbət götürdükdə artıq hər bir gəncimiz belə deyək, özünün maraqlarına doğru getmək üzrədir. Yəni bu gün biz statistikanı qeyd eləyə bilsək ki, məsələn, əvvəlki illərdəki peşə təhsilindən qəbul artımı 4-5 dəfə artıbdır. Bu onu göstərir ki, artıq insanlar ali təhsildə təbii ki, uğur qazananlarımız həddindən artıq çoxdur. Həm ölkə daxilində, həm ölkə xaricində və bizə belə bir mütəxəssislərin də mütləq olması vacibdir. Amma təəssüflər olsun ki, ali təhsili bitirib o sahədə uğur qazanmayanlarımız da var. Məsələn, bizim peşə təhsil müəssisəsində ali təhsili bitirib təkrar peşə təhsilinə gələn insanlarımız da var. Ona görə düşünürəm ki, artıq belə deyək, insanlarımız diploma yox, təhsilə önəm verir. Və bunu mən praktik olaraq artıq bir təhsil müəssisəsində bunun şahidi oluram. Qalib müəllim, bir gənc olaraq demək istəyirəm, gənclər real təcrübə istəyir. Qəbələdə hansı startaplar, layihələr, təcrübələr mövcuddur? Bu haqqda nə deyə bilərsiniz? Qəbələ bilirsiniz ki, həm turizm olaraq, həm aqrar sahə olaraq, həm də sənayenin digər istiqamətləri olaraq kifayət qədər bir infrastruktura malik olan bir yerdir. Bu baxımdan Qəbələdə hər hansı bir sahə üzrə problemi və yaxud o problemin həlli yolunu araşdırıb və o sahədə startap layihələr, fəaliyyətlər həyata keçirmək gənclərimiz üçün daha asan ola bilər. Bu sahədə mən əvvəlki çalışdığım Kiçik və Orta Biznes İnkişaf Agentliyində olanda da və hal-hazırda çalışdığım bu müəssisədə də gənclərimizin bu sahədə təşəbbüslərinin şahidi oluram. Həm turizm sahəsində, həm xidmət sahəsində, xüsusilə də proqram və müasir belə deyək də texnologiyalar sahəsində daha çox startaplarımız var. Və düşünürəm ki, bölgədə bu sahədə öndə olan Qəbələli gənclərimiz var ki, hal-hazırda bu sahədə öz fəaliyyətlərini davam etdirirlər və nümunə olaraq startap layihələri həyata keçirirlər. Və qeyd edeyim ki, bu gün Azərbaycanda startap layihələrə dəstək verən bir dövlət dəstək mexanizmi də mövcuddur. Bu, deməli, mikro və kiçik sahibkarlıq subyektlərinə, yəni startap şəhadətnaməsi əldə edən hər bir vətəndaşa startap şəhadətnaməsi verilir və bu şəhadətnamə alan layihə rəhbəri də, biznes sahibi də 3 il müddətində mənfəət vergisindən və gəlir vergisindən azad olur. Bu, düşünürəm ki, daha böyük bir motivasiyadır ki, startap layihələrinin həyata keçirilməsinə və bu sahədə təşəbbüskarlığın yolunu açır. Rəqəmsal bacarıqlar və yeni texnologiyalar. Bu trendlər regionda necə tədris olunur? Qeyd edeyim ki, müasir dövrün tələbinə uyğun sahələr olduğu üçün bizim də peşə təhsil müəssisələrində bu sahədə biz çalışırıq ki, həm infrastrukturumuzu zənginləşdirək, həm də yeni ixtisaslarda təhsil alan tələbələrimizi məzun olduqdan sonra o qurulan, müasir dövrün tələblərinə uyğun qurulan müəssisələrdə çalışmağına yəni bir zəmin yaratmaq üçün bu sahəni belə deyək, praktik olaraq qurmağa çalışırıq. Belə ki, yəni bu sahədə bizim belə deyək, yeni ixtisaslarımız da var. Məsələn, kiber təhlükəsizlik Azərbaycanda 2 peşə təhsil müəssisəsində əgər hal-hazırda tədris olunursa, biri Bakıdadır, biri Qəbələdədir. Yəni kiber təhlükəsizlik yüksək texniki peşə ixtisası olmaqla yanaşı, həm də bu sahədə tədris kifayət qədər dövrün tələbinə uyğun qurulmalıdır. Özünüz bilirsiniz ki, hal-hazırda mətbuatdan da hər gün izlədiyimiz və rastlaşdığımız bir şey var ki, kiber dələduzluq, kiber cinayətkarlıq istiqamətində dünyada artıq bu problemlər mövcuddur. O cümlədən də Azərbaycanda bu sahədə yaxşı mütəxəssislərin yetişməsi və bütün sektorlarda vacib ola biləcək kadrların formalaşması önəmlidir. Və bu sahədə biz tədris aparan mütəxəssisləri də biz mərkəzləşmiş imtahanla Peşə Təhsil üzrə Dövlət Agentliyinin
həyata keçirdiyi 2 mərhələli imtahandan deməli qəbul edirik. Birinci növbədə testdir. İkinci mərhələ isə müsahibə mərhələsidir və bu mərhələlərin biz deməli keçən belə deyək mühəndis pedaqoji heyəti cəlb edirik və bu sahədə artıq biz təhsil almasına imkanlar yaratmağa çalışırıq. Rəqəmsal bacarıqlar və yeni texnologiyalarla bağlı tədris apara biləcək mütəxəssisləri tapmaq o qədər də asan deyil. Çünki bu elə bir müasir bir innovativ bir sahədir ki, burada təhsil verə biləcək kadrlar daha yüksək əmək haqqı ilə paytaxtda fəaliyyət göstərə bilirlər. Oturduğu yerdən, evindən belə xidmət göstərərək, proqramlar hazırlamaqla bu xidməti göstərə bilənlər var. Amma yenə də bizim hal-hazırda bura cəlb elədiyimiz müəllimlərimiz, mühəndis pedaqoji heyətimiz var ki, biz onlara həqiqətən də fədailər deyirik ki, onlar tamamilə özlərini təhsilə belə deyək bir örnək olaraq deməli həsr eləmiş insanlardır. Yəni bu sahə çox vacibdir və bu sahədə tədrisin təmsil etdiyi müəssisədə dövrün tələblərinə uyğun aparıldığını deyə bilərəm. Sizcə sizin peşə mərkəzinizin tələbələri uğurludurlarmı və onlar bu gün karyera baxımından hansı səviyyədədirlər? Bu çox gözəl bir sualdır ki, bu sual ətrafında biz öz qəbul qabağı nəticələrimizi də açıqlama imkanı verir bu bizə. Ümumiyyətlə, peşə təhsilinin ən böyük PR-ı və bu peşə təhsilinə təşviqin artırılması və marağın yaranmasının ən vacib tərəfi məzun olan bizim vətəndaşlarımızın məşğulluğunun təmin olunması göstəricisidir. Biz belə deyək də, peşə təhsilini bugün hansı səviyyədə görmək istəyirik? Biz peşə təhsilini birbaşa sənayenin, iqtisadiyyatın sahibkarlıq subyektləri ilə iç-içə görmək istəyirik və yolumuz artıq bu istiqamətdədir. Biz əvvəlki dövrlərlə müqayisədə artıq bir belə deyək, yuxarı bir səviyyədə sahibkarlarla 200-dən artıq sahibkarlıq subyekti ilə bizim həm müqaviləmiz var, həm memorandumlarımız var. Bu çərçivədə biz qarşılıqlı öhdəliklər götürürük. Həm tələbələrimizin istehsalat təcrübəsinin keçirilməsi, həm də gələcək məşğulluğunun təmin olunması istiqamətində qarşılıqlı öhdəliklər götürülür və biz artıq müəyyən təlim dərslərimizi belə biz artıq deməli iş yerində keçirik. Ona görə də bizim tələbəmiz məzun olduqdan sonra artıq onun belə deyək qabiliyyəti, onun bacarıqları sahibkarının gözü qabağında yetişir. Bu həm dövlət, özəl tərəfdaşlığı çərçivəsində dövlət qurumlarında da və digər belə deyək sahibkarlıq subyektlərində eyni ilə bu formada ölçülür. Mərkəzinizdə hansı peşələrə maraq daha üstündür və hansı peşələrin karyera perspektivləri daha yüksəkdir? Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yalnız Qəbələdən deyil, Azərbaycanın bütün bölgələrindən, yəni iqtisadi zonalar üzrə baxsaq, Gəncə Qazaxdır, Lənkəran Astaradır, Quba Xaçmazdır, Şəki Zaqataladır. Yəni bu ümumilikdə götürdükdə 45 rayondan bizim tələbə kontingentimiz var və bu ildən ilə də artır. Yəni əslində belə deyək, bunu əgər yalnız Qəbələ ərazisində vətəndaşların müraciətləri kimi qəbul etsək, Qəbələ əhalisinin çoxu turizmə daha çox maraqlıdır. Çünki bilirsiniz ki, həm Qəbələdə bu infrastruktur genişdir, 7-5 ulduz otelin olması, hostellərin olması, yaşıl turizmin inkişafı, xidmət sahələrinin formalaşması, iaşə müəssisələrinin mövcudluğu turizm sahəsinə marağın olduğunu daha çox qeyd edə bilərəm. Xüsusilə aşpazlıq ixtisasıdır, turizmin xidmət sahələri ixtisaslarıdır, bura maraq daha çoxdur. Bu orta statistikanı biz götürəndə əgər 20 yerə qarşı belə ixtisaslar var ki, 300 nəfərə qədər müraciət edirlər. Bu da bilirsiniz ki, portal üzərindən qəbul olduğu üçün, yəni onların belə deyək, orta təhsil qiymətləri artıq təhlil olunaraq ən yüksək ortalaması olanların qəbulu
siyahısı bizə daxil olur. Ona görə turizm sahəsini birinci növbədə Qəbələni məxsus olaraq götürdükdə deyə bilərəm. Amma informasiya texnologiyaları, IT sahəsi üzrə daha çox marağlı olduğunu deyə bilərəm. Çünki biz ötən ilki statistikalarda da qeyd edə bilərəm ki, kiber təhlükəsizlik ixtisası 20 yerə qarşı daha çox müraciətin olduğunu, 300-dən də artıq müraciətin olduğunu biz yəni şahidi olmuşduq və digər web dizayn, proqram təminatıdır və digər IT istiqamətləri üzrə də artıq müraciətlərin artdığını görə bilərik. Aqrar sahəyə marağın artmasında özümüz çox maraqlıyıq. Bu sahədə həm bizim təlim təsərrüfat ərazimiz var, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ümumilikdə 52 hektar təlim təsərrüfat ərazisi var və ölkənin yeganə müəssisələrindən biriyik ki, biz öz sahəmizi özümüz əkib becəririk, belə deyək. Sonra müəyyən tinkçilik sahəmiz var. Əlavə olaraq yeni təşəbbüslərimiz, fəaliyyət layihələrimiz var ki, lavanda və digər təsərrüfatların yaradılmasını, fəaliyyətin qurmaq niyyətindəyik. Yəni bu kimi infrastruktur aqrar sahədə marağın artmasına gətirib çıxarır. Aqrar sahədə də vətəndaşların təşviqi istiqamətində biz tərəfdaşlarımızla peşəkar formada əməkdaşlığımız davam elətdiririk ki, məzunların bir uğur hekayələrini paylaşırıq. Yəni aqrar sahəni bitirən məzunların da yüksək əmək haqqı ilə əmək bazarına rahat daxil ola biləcəyini əyani şəkildə ictimaiyyətə göstərməyə çalışırıq. Və bu istiqamətdə artıq həqiqətən də nəticələr mövcuddur. Həm bu sahədə peşəkar bizim mühəndis pedaqoji heyətimiz var. Elə yenicə belə deyək, Türkiyədə, qardaş Türkiyədə aqrar sahədə təcrübədə olub, hətta peşə təhsil müəssisəsi, Ege Universiteti səviyyəsində təcrübədə olub dönüb gələn bizim mühəndis pedaqoji heyətimiz var. Biz onların hər birini gəldikdən sonra təqdimatlarını dinləyirik və onların bizim tədrisə, bizim təcrübəyə hansı formada tətbiq edə biləriksə, onu müəyyənləşdiririk və təbii olaraq da Peşə Təhsil üzrə Dövlət Agentliyinə təqdim edirik. Yəni qeyd edeyim ki, müasir dövrdə hal-hazırda hansı sahədə iş varsa, məşğulluq təmin olunursa, ora maraq daha çoxdur. Təsəvvür edək ki, bir gənc hal-hazırda sizi izləyir və qərarsızdır. Ona bir cümləlik çağırışınız nə olardı? Bir cümlə ilə ifadə etmək biraz çətin olar. Amma mən düşünürəm ki, gənclərimizə orta məktəbdən oxuduğu dövrdə yəni marağı haradırsa, bacarığı nədirsə, hədəfini ona uyğunlaşdırmalıdır. Yəni hədəf çox önəmlidir. Yəni hədəfə də çatmaq üçün birinci növbədə problemi müəyyən etmək lazımdır. Problemin həlli yolunu müəyyənləşdirmək lazımdır və ona doğru artıq fəaliyyətini qurmaq lazımdır. Yəni bunun üçün də öz bacarıqlarını, öz keyfiyyətlərini, öz imkanlarını birləşdirərək o ixtisasını seçib və o ixtisasa uyğun da öz fəaliyyətini qurmalıdır. Bu dövlət qurumlarında da belə ola bilər, özəl belə deyək, müəssisələrdə də ola bilər, öz işini qurmaqda da ola bilər. Əsas odur ki, birinci növbədə həvəsli olmalıdır, təşəbbüskar olmalıdır. Öz belə deyək də, cəmiyyətinə hər zaman fayda verməyi, vicdanlı formada fayda verməyi bacaran bir insan olmalıdır. Mən düşünürəm ki, bu önəm çox önəmlidir ki, insan birinci növbədə pulun arxasınca qaçmamalıdır. Elə etməlidir ki, artıq gəlir onun arxasınca qaçsın. Yəni, əgər maddi tərəfdən hər şeyi düşünürsə, o sonu, belə deyək də, gələcəyini qurma baxımından onun üçün çox çətin ola biləcək. Ona görə düşünürəm ki, maddiyyət artıq belə deyək, sonradan gələn biləcək bir vasitədir. Əsas amaldır, niyyətdir və vicdanlı fəaliyyətdir. Bu istiqamətdə gənclərimizə tövsiyəm odur ki, hər kəs bacardığı peşəni seçsin, bacardığı ixtisasa yiyələnsin
və öz işini məhz ona görə qursun. Harda çalışmağından asılı olmayaraq vicdanlı çalışsın. Direktor Qalib müəllimi hər səhər işə motivasiya ilə gətirən səbəb nədir? Belə bir deyim var da, deyir, o insan xoşbəxtdir ki, səhər işə getməyə, axşam evə getməyə tələsir. Yəni biz komanda olaraq Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin çox dəyərli bir komandası var. Həm mühəndis pedaqoji heyətimiz, həm inzibati heyətimiz elə bir formalaşıb ki, bizim komandamız həqiqətən də motivasiya ilə gəlməyə çalışmağına təşviq edirik onların. Biz onların təbii ki, çox önəmlidir ki, insanlar maddi tərəfə də önəm verir. Bayaq qeyd elədiyim o adam başına maliyyələşmə mexanizmi artıq bizim fərdi yanaşmalarla əməkdaşlarımızın belə deyək, əmək haqqının yaxşılaşdırılmasına dəstək vermə imkanımız formalaşıb. Bu birinci növbədə bu önəmlidir. İkinci növbədə subyektiv olaraq mən özüm şəxsən çalışıram ki, hər bir vətən əməkdaşa onun bacarıqlarına görə, onun qabiliyyətlərinə görə, onun təşəbbüskarlığına görə ona dəyər verim. Bu istənilən bir əməkdaş hər hansı bir layihə, tədbir, seminar, təlim keçmək istəyirsə onun yolu daim açıqdır. Bizim xarici təcrübə mübadilə proqramlarımız var. Orada iştiraka təşviq edirik. Digər tərəfdən daxili yalnız tədrislə işimizi kifayətlənmirik. Biz hər zaman tələbələrimizə də sentyabrın 15-də ilk yığıncağımızda nə deyirik? Siz burada yalnız təhsil almağa gəlməmisiniz. Siz hərəniz bir ailəni təmsil etsəniz də, amma bu müəssisədə siz yaxşı vətəndaş olmağa, vicdanlı vətəndaş olmağa, vətənpərvər bir vətəndaş olmağa biz çalışacağıq ki, sizin bu mövcud olan potensialınızı daha da yaxşılaşdıraq. Biz belə deyək, bilirsiniz, peşə təhsilinə bugün gələn vətəndaşlarımızın əvvəlki dövrlərdə daha çox olub. Bir çoxu ali təhsil müəssisələrdən tutaq ki, kənarda qalanların bir çoxu da bura peşə təhsilinə təşviq olunurlar. Amma biz onların bura gəlməkdə artıq həqiqətən də peşman olmadıqlarını görürük. Görürük ki, həm onlar tədrisin keyfiyyətinə görə, həm burada olan abu-havaya görə, həm onları göndərdiyimiz o təcrübə yerlərinə, təlim dərslərinə görə artıq onlar həqiqətən də burada olmaqdan məmnun olurlar. Bu tələbələrin və digər heyətin isə iş mühitindəki qaynaqlıq, belə deyək, işgüzarlıq və hər kəsin öz işini, öz iş prinsipini, işinin təsvirini bilməsi artıq orada bir motivasiya yaradır. Bu motivasiyanı daha da zənginləşdirmək üçün biz işçi heyətimizin də məsələn müxtəlif dövrlərdə belə deyək, maraqlı tədbirlərin keçirilməsini təşkil edirik. Milli bayramlarımızın, adət-ənənələrimizin təşviqi, bizim qarşıdan artıq qəbul vaxtı böyük tədbirlərimiz gəlir, açıq qapı tədbirlərimiz gəlir, karyera və iş yarmarkası tədbirlərimiz gəlir. Ötən il bir festival təşkil elədik. Qəbələdə ilk dəfə regionda bir peşənin sirri festivalı təşkil olundu. Böyük bir həm kənar peşə təhsil rayonlardan olan peşə təhsil müəssisələri, o cümlədən də Qəbələnin peşə təhsil müəssisəsinin təşkil etdiyi bir böyük festivalı həm belə deyək, bu sahəni təbliğ etməklə yanaşı, həm də insanların bir istirahət edə biləcəyi konsert proqramı ilə də yekunladıq. Bu il onu artıq müəssisəmizin daxilində həyata keçirməyə planlaşdırırıq. Bu kimi fəaliyyətlər, tədbirlər təkcə ölkənin digər Qəbələdə deyil, başqa rayonlarda da təşkil olunduğunda bir kollektiv olaraq nəqliyyat vasitəmiz var və bu imkanlardan istifadə edərək bütün rayonlarda təşkil olunan açıq qapılara, festivallara, sərgilərə iştirak edirik və yalnız özümüzü deyil, ümumilikdə Azərbaycanda peşə təhsilini təbliğ etməyə, vətəndaşlarımızı bu sahəyə təşviq etməyə çağırırıq. Sonda Qalib müəllim, demək istədiyiniz nə isə varsa buyura bilərsiniz. Gənclərin Karyera və İnkişaf Mərkəzinin həyata keçirdiyi bu layihənin önəmini vurğulamaq istəyirəm ki, bildiyim qədərilə bu daha çox paytaxtda deməli maraqlı tərəflərlə
deməli təşkil olunubdur. Amma düşünürəm ki, regionda keçirilməsi və məhz bizim seçilməmiz Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təmsil edən bir şəxs kimi mənim təmsil olunmağım mənim üçün çox qürur vericidir. Mən buna görə sizin layihəyə, sizin quruma özlərim təşəkkürümü bildirirəm. Bu kimi gözəl tədbirlərin, idman tədbirlərinin, gənclərin belə deyək, intellektual səviyyəsini yaxşılaşdıra biləcəyi hər bir tədbirlərin keçirilməsi cəmiyyətimiz üçün çox faydalıdır. Bunu da sizlər həyata keçirirsiniz və Qəbələdə fəaliyyət göstərən Gənclərin Karyera və İnkişaf Mərkəzinin də fəaliyyəti hər zaman onlar üçün bizim yaşıl işıq yandırmışıq ki, onlar bizim gənclərimizə çox böyük fayda verirlər. Tələbələrimizin artıq iş həyatına, əmək bazarına addımlayanda onlar artıq həm nitq qabiliyyətində, danışıq aparma bacarığı və özlərini ifadə etmə qabiliyyəti bu çox önəmlidir və bu təlimlərin də yekun nəticəsi ona ünvanlanıb. Çox sağ olun Qalib mənim dəyərli fikirləriniz üçün. Hiss olunur ki, peşə təhsili gələcəyin uğur hekayəsidir. Bu gün biz Qəbələdə peşə təhsilinin önəmindən danışdıq. Gələcək buraxılışlarımızda görüşmək ümidi ilə hələlik.